Orada birinci müavinə də dedim, biz iclaslarında qəbul elədik. Dedi ki, gedin işləyin falan bəhmə. Mən dedim ki, qardaş, işləməyə qalsa, sən bu demirsiniz ki, bu nazirin göstərişidir, hörmətlə yanaşıram. Ancaq nazir bu yol qırağı dırnaq arası desək, kafelər tikilir, adı kafelərdir də. O kafelerin əvəzinə iş yerlər tiksinlər. Nəinki məni, bütün cavanları orada işlə yer verləsinlər, təmin eləsinlər. Sonra bu küçal verin, yığışdırsınlar. Şəxsən mən bir 10 gündür ki işsizəm də, cibimdə bir qəp yoxdur. 1 manat, o Allah şahidir, çox qardaş məndən gələn. 1 manat mən yol pullar gəlmişəm bu günləri bura. Və dərdimizi kimi, hara gedirik, başqa birinin üstünə o göndərir, icra kimi göndərir, məşğulluq göndərir, bazar adamın üstünə qalmış araqda gizbəsər. Valla, bizə bir yiyəlik eləyən yoxdur ki, gəlin sizi biz bir işlə təmin eləyək və yaxud qardaş, sən bu bazarda küçal verir, gedir, sən bu işdə sakit qal. Və Allah'ın olsun ki, 10 gündür ki, bu prezident aparatının qabağına düzdür, sağ olsunlar, yaxşı qarşılayırlar. Mən demərəm o ki, gedir yola qəşək qarşılayırlar, göndərirlər icra kimin üstünə Nizami rayon. Nizami rayonda da orada da yola verirlər, günü-günə savurlar, belə çıxıb gedirlər. Bir gün sən işlə təmin, sabah işlə təmin, belə, yəni heç bir şey yoxdur, Allah'ın olsun, acdıq. Valla, götürəndə onlar da bizim kimi anada olur da, onlar da bizim kimi kasıb təbəqədən böyüyüb kreslo sahibi olublar. Onlar müəyyən insanlara aid də mən dedim, hansı ki bizi başa düşmənlər çönüb bir dəfə arxalarına baxsalar, öz yaşayışları yadına düşsə, valla bizim üçün çarə qırarlar. Deyir, ağaç bar gətirsə, başını aşağı əyməlidir. Amma bizdə müəyyən insanlar var ki, bar gətirdikcə, sadəcə bizə yuxarıdan aşağı baxırlar. Allahı da unudurlar. Valla belə olmaz, Allah'ın da olsun ki, həyatdan bezmişəm mən də. 55 manata pensiya alıram. Pensiyanı da alıram, aldığım pensiya gedir borca xərcə. Buranı anlıyorsun ki, bazara düz bura qədər mənim borcum xərcim var. O gün polisə deyirəm ki, o həddə gətir çıxartmışsınız ki, mən ya özümü asıb öldürməliyəm, ya da ki, qardaşlar, biz bu ölkədən başqa hara gedib müraciət edək? Bizə niyə düşmən kimi baxırsınız? Biz də bu ölkənin vətəndaşıyıq da. Adım çəkməyəcəm. Bir məmurun qəbulunda olmuşam. Məmur mənə göstəriş verir ki, Bakı şəhərində rayon adamları getməlidir. Öz rayonlarında gedib yer yurdu olmalıdırlar. Nə gəzirsiniz Bakıda? Bu bizə aid olan bir şey deyil axı. Biz də bu vətəndaşıq da. Biz də bu rayonda sən mən hansı işlə təmin eləmirsən, bugün mən rayona göndərirsən? Hansı işlə təmin eləmirsən? Mənə deyir, icra kimi get, Ağcabədi rayonun icra hakimindən soruş gör, mən nə qədər getmişəm oraya qəbula, məni icra kimi qəbul eləməyib. Hər gün mənim elə cibimdə pulum da yoxdur ki, hər gün yola pul verəm, gedəm, gələm. Bəs belə olmaz axı. Allah'ın da olsun, içi özüm qarışıq, mənim bu cavanlara yazığım gəlir. Ağacı həmişə içindən qurt yeyir. İçimizdə elə biri var ki, bizi elə yeyir ki, götürəndə Allah'ın da olsun deyirlər, bax, mən şəxsən heç nədən qorxmuram, çəkinmirəm. Bizim prezidentimizin xəbəri yoxdur bu şeylərdən. Ona başqa düz çatdırırlar. Mən yenə buradan ünvanlayıram, başqa düz çatdıra bilmirəm. Hörmətli prezidentimizə xahiş edirəm. Birinci xanım, Mehriban xanıma xahiş edirəm ki, bizi nəzərə alsın, bizim üçün bir çarə qılsınlar. Bizi bəzi düşmənlər var ki, onların əlindən alsınlar. Heç olmasa bizə o zığın palçının içində durub çörək qazanırıq, onu da bizə çox görməsinlər. Valla, gedin baxın, bu günləri millət necə qalxmış deyək orada, hamını yavaş-yavaş sığal çəkə-çəkə yola verib, aparıb orada bir-bir polislər hamısını aralaşdırır. 8-ci kilometr qəsəbəsindəki bazarda işləyənlər hamısı narazılıq edirdilər. Bəli, narazılıq edirdilər. Getmişdik prezident aparatına, oradan zəng ediblər icra kiminə, icra kimi bizi qəbul eləmədi. Başqa nümayəndələr düşdü aşağı bizi qəbul elədilər. Bax belə, heç nə. Hələ ortada heç nə yoxdur. 10 gündür ki, gün sabah. Ta fikir deyirəm ki, qardaş, cibimdə mənim pulum yoxdur. Gün ərzində and olsun Allaha, mən 2 dənə piraşqı yeyirəm. Mən yeməyimin davasını eləmirəm. Mən sadəcə gündə bir dəfə də çörək yeyərəm. Sadəcə mən yaşamaq istəyirəm. Sadə bir vətəndaş kimi yaşamaq istəyirəm. Heç olmasa mən evimin kirasını verə bilim, kommunalımı verə bilim. O gün mən xaziyen gəlib atırdı çölə. Ayın 17-si mənim evimin puludur. Da xaziyenlə mən güclə bəlanı bir dil tapmışam ki, ay xanım, bitər yola ver, bazar dağılıb da, görək başımıza nə iş gəlir. 21-i pensiyamı alacam, üstün düzəldi, mən sənin pulumu verərəm. İndi ayın 22-sini gözləyir. 22-si mən pulu verməsəm,
mən çıxardıb veşmişimdən tökəcək çölə. Onu da deyirəm, deyir ki, sən yenə deyirəm, Allah hamd olsun ki, mənim elə bir şəraitim olsa rayonda, bilənlər bilir, mənim atam düz 30 ildir ki, ev titirib, biz imkansızdan onun üstünü vurdura bilmirik. 2 otaqlı evdir, birində qardaşım ailəli yaşayır, birində atam anam yatır, mənim yatmağa yerim yoxdur. Mən ailə qurdum, mən öz kəndimdən, kəsəyimdən çıxdım. Nəyə görə? Yaşayışa görə. Ev yoxdur. İndi elə bir şərait yaradıblar ki, ancaq bir tikə çörək yeyə bilirsən.